Herkese salamlar. Bugünlerde bir videoya rast geldim. Kent Hayat diye bir kanalda Leyla Əliyevanın həmin kəndə gedib, yəni qonaq olmasını çəkiblər. Bilmirəm, bu kanalın sahibləri Quba, Qusar, yəni şimal tərəflərdəndir. Və Leyla xanım nəyə görə oralara qonaq gedib? Yəqin ki, o da enerji axtarır. Gördüyünüz kimi, hər kəsin dediyi kimi, çox adamın, hər kəsin yox ki, pul hər şeydir. Xeyr, əzizlərim. Pul hər şey olsaydı, qadın öz evində o puldan gələn işığı içinə yandırıb və ölkəyə də o işığından pay verərdi. Da orada burada gəzib, hardansa enerji zaryadkası almazdı. Amma yenə də içində işıq yanmırsa, o oradan buradan almaqla deyil. Və orada da sonunda, yəni müəyyən bir, belə deyək də, videonu da Allah bilir nə qədər adam çəkib, nə qədər adam gedib. Amma heç olmazsa o video çəkənlər öyrətməli idi ki, o yemək qoyulanda artıq qadın yemək bişirib, börək açıb deyəsən, onu stolunsa qoyanda o stola 3 dənə o boyda yekə, dipçək fason gülləri qoymazdılar. Yəni, insan yəni quyuda su olmayandan sonra quyu tökməklə deyil və pul zövq demək deyil. Zövq intellekt məsələsidir. Hələliksə xoşça qalın və xoş enerji almağınız diləyilə, amma özünüzdə yoxsa o enerjini kənardan alırsınızsa, birazdan o enerji solub çıxacaq. Əksinə enerji insanları sömürüb, onların da enerjisini söndürmüş olarsınız. Amma umarım həm öz daxilinizdə işığınızın yandırması diləyilə və bu işıqlar yansa, bu ölkədə çox insanların içində o şamlar, işıqlar yansa, inanın ki, bu ölkə də öz qaranlığından çıxar və işığına qovuşar. Yəni məni şaşıran bilirsiniz nədir? İnsanların milyonları, milyardları olsun və qəlbində kiçik bir şam yandırıb onun işığını başqasına, ölkəyə yansıtmayasan. Yəni, bu qadın o qədər milyonları, milyardları özdəki Əliyevlərə aid kimsə nəsə eləyəndə ona qarşı heç kəs heç nə demir. Amma baxırsınız, Zaqatalıda heç bir şey olmayan bir bacı qardaş itləri sığınacaq düzəldib, itlərə onlara kömək edir. Onların işığı demək olar, onların ailəsindən də böyük olar. Yəni, mən çox matam. Yəni, insanın milyonu, milyardı olsun və dünya üçün nələrsə edə bilməsin. İlk növbədə də o milyonu, milyardı hardan qazanırsan? Bu ölkədən. Yəni, tamam insanı susur, amma bir halallıq deyə bir şey də var da. Yəni, bu akıl almaz bir şey deyirlər, türklər. Bax, bu akıl almaz bir şeydir.